Prezident İlham Əliyev oktyabrın 28-də Zəngilan rayonunun Ağalı kəndinin ikinci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib. Ağalı kəndinin ikinci mərhələsində istifadəyə veriləcək evlərin sayı 103 ədəddir. Bunlar 55-i 2 otaqlı fərdi evlərdən, 3-ü isə 3 mərtəbəli 2 bloklu townhouse tipli binalardakı mənzillərdən ibarətdir. 36 ədəd 1 otaqlı, 12 ədəd isə 2 otaqlı mənzil inşa edilib. Kənddə bütün evlərə kommunikasiya xətləri çəkilib. Yaşayış və qeyri-yaşayış binalarının hamısı qazla təmin edilib. Evlərdə kombilər quraşdırılıb. Burada ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Park Ağalı və Məmmədbəyli kənd sakinləri, eləcə də qonaqlar üçün açıq istirahət və əyləncə zonası kimi fəaliyyət göstərəcək. Parkın ərazisi 5 funksional zonaya bölünüb. Bu zonalarda uşaqların istirahəti, idman fəaliyyəti və əyləncəsi üçün bütün şərait yaradılıb. Ərazidə müxtəlif ağac və kol bitkiləri əkilib. Sonra Prezident İlham Əliyev Məmmədbəyli kəndinin açılışında iştirak edib. Dövlətimizin başçısına kənddə yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, kəndin ümumi sahəsi 51,6 hektardır. Kənddə 188 fərdi ev inşa edilib ki, onlardan 39-u 2, 55-i 3, 55-i 4 və 39-u 5 otaqlıdır. Hər bir ev üçün həyatyanı ərazi nəzərə alınaraq hasarlanıb. Evlərdə günəş panelləri quraşdırılıb. Onlar su, işıq, qaz, yüksək sürətli internet şəbəkəsi ilə təmin olunub. Məmmədbəyli kəndi Ağalı kəndinə çox yaxın məsafədə yerləşdiyindən iqtisadi səmərəliliyin təmin olunması məqsədi ilə bu kəndləri birləşdirən keçid inşa edilib ki, bu da 360 şagird yerli Ağalı kənd tam orta məktəbindən, 60 yerli uşaq bağçasından, ailə sağlamlıq mərkəzindən, məişət xidməti obyektindən, xidmətlər mərkəzindən, aptekdən, bazar kompleksindən və digər qeyri-yaşayış təyinatlı obyektlərdən istifadənin rahatlığını təmin edəcək.
Kənd daxili yollar asfaltlanıb. Kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası da inşa olunub. İnzibati binalarda, eləcə də keçid və istinad divarlarında zövqlə işlənmiş rəsmlər çəkilib. Bu isə kəndin ümumi görünüşünə əlavə çalarlar qatır. Kənddə yaradılmış şəraitlə tanış olandan sonra dövlətimizin başçısı Məmmədbəyli və Ağalı kəndlərinə köçən sakinlərlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib.